Bir yəni insanın faili muxtar olmaması. Yəni nə edirsə o etmir. Deyir, nə yazıblar odur da. Elə bir düşüncə də var da, hər şeyi taleyin üstünə yıxmaq, alın yazısının üstünə yıxmaq. Məcbur bir varlıq bu. Təfviz ona deyirlər ki, deyir, tamamən qopmuşam Allahdan, özüm üçün yaşayır. Yəni Allah yaradıb atıb. Elə bir ki, xaliqdir, xəlq eləyib, xəlq eləyəndən sonra da sahib çıxmayıb. Proqram da göndərməyib, başlı başına buraxıb özün yaşayırsan. Dualarda var, daimul feyzi aləl bəriyyə. Hər an neynir, feyz verir. Fəlsəfədə də bir mövzu var, vücudu rabit deyilən bir mövzu var. Ki, yəni, sənin varlığın ona bağlıdır da, həm belə deyirlər fəlsəfədə, hudusən və bəqaən. Həm yaradanda, yaradılanda ona ehtiyacın var, həm də yaşamağında ona ehtiyacın var. Quran isə belə təqdim edir, əntumul füqara. Sən fəqirsən. Fəqir yəni tamamən ehtiyacın özüsən. İrfanda məsələn fəqr zatı deyərlər. Yəni tamamən vücudun fəqirliyin özüdür. Quran belə toxunur. Yəsəluhu mən fis səmavati və mən fil ard. Hər an sailsən. Allahın dərgahındasan, əllərə açmısan. Kulli yevmin huve fişən. Hər anda o verir. Əhl-i Beyt məzhəbi də belə izah edir. La cəbrə və la təfviz bəl əmrun beynəl əmreyni. Nə o, nə bu. İkisinin ortası sirat odur. Əhl-i Beyt həmişə sirat-əl müstəqim olub da. Düz orta yolda olub da. Ona görə deyirlər, əş-şimalu vəl-yəminu məzəllə. Nə sağ, nə sol səni bir yer çatdırmaz. Ət-təriqul vusta hiyəl caddə. O orta yolu səni çatdıran. Quran belə deyir, ifrat və təfrit olmasın gəlir. Nə o tərəf, nə bu tərəf. Bəzi vaxtlar biraz çox o tərəfə gelib yıxılır adam, bəzi bu tərəfə yıxılır.